بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأراضين روحي وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله. أما بعد، اللهم وفقنا لما تحب وترضى. İbtidai havza mərhələsinin dərslərindən biri də aqaid elmidir. Bu elmi başlamamışdan öncə bizlər bu elmin tərifi ilə, mövzusu ilə, ədəb və faydası ilə tanış olur. Tərif, aqaid, əqidə sözünün cəmhalıdır, əqidələr deməkdir. Əqidə bizim Azərbaycan dilində ideologiya kimi verirlər. Həqiqi mənası ərəb dilində aqd kəlməsindəndir. Yəni, düyünləmək. İnsan bu aləmə birinci dəfədir gəlir. Bu aləmdə necə rəftar eləməlidir, necə əməl eləməlidir, necə yaşamalıdır bilmir əslində. İstəyir uşaq olsun, istəyir böyük, fərq eləməz. Özünü elə kiməsə düyünləyir. Özü üçün bir dənə, yəni məcaz mənada düyünləmək. Yəni, kimisə özü üçün bir dənə nümunə seçir. Və ona baxaraq öz həyatını yaşayır, rəftarlarını, əməllərini o cür tənzimləyir. Bu da bir təbii bir şeydir, bu fitr bir məsələdir və dəlilə də ehtiyac yoxdur. Hər bir kəs dəlili özündəndir. Özünə diqqət eləsə görəcək, fərqi yoxdur, neçə yaşayırsa, olursa olsun. Hətta o qədər fitri bir məsələdir ki, dünyanın hər yerində bəzi şəxslər insanları öz fikirləri ilə istəyirlər, idarə etsinlər. Yəni, insanları istəyirlər özləri kimi yaşasınlar, özləri kimi rəftarla malik olsunlar, ya özləri necə istəyir onlarla rəftar eləsin, əməl eləsin, ona nail olsunlar deyə bəzi adamları cəmiyyətdən seçirlər, məşhur eləyirlər. Məşhur ki olandan sonra onun sözü, onların dili ilə öz sözlərini insanlara çatdırırlar. Yeridirlər. Bunun mənası budur ki, yeni müasir bütpərəstlik. O zaman da Əbu Süfyan bir söz deyə bilmirdi cəmaata. Cəmaatından qəbul eləməyəcəkdi. Büt düzəldirdi. Bir də bu büt, bunu istəyir indi sizdən. Belə yaşamağınızı istəyir. Və yaxud, məsələn, dinlər tarixində gələcək bəhslərdə, qismət olsa, dinlər tarixi dərsi olsa, orada görəcəksiniz ki, bu dinlər ki, təhrif olurlar və yaxud əslən əldə düzəlmə dinlərin əksəriyyəti yox, hamısı müəyyən şəxslərin fikirləri var. İstəyirlər cəmiyyət o cür olsun. Bir dənə bir şey düzəldirlər, adını qoyurlar Allah, adını qoyurlar müqəddəs bir şey. Müqəddəsliyini cəmaatı inandırırlar. Məşhur ki, elədilər bunu. Onun adı ilə öz sözlərini cəmaatı yedizdiriblər. Yeridirlər cəmaata. Bu cür yaşamalısın.
Bu qədər. Yəni bizdə əqidənin tərifi budur. Mövzusu nədir? Biz həyatda yaşamaq üçün düzgün nümunənin təyini. Mövzu budur. Hədəf nədir? Düzgün nümunə və faydası nədir? Düzgün nümunəni tapdıq özümüz üçün həyatda yaşamaqda, əməl və rəftarlarımız üçün normal bir insan kimi bu həyatda yaşayırıq. Əgər dini inancımıza da görə sonraki həyatda ki var, o həyatda da səadətə çatmış. Həm burada səadətli insan kimi yaşayırıq, amma orada İmam Sadiq əleyhisselamdan rivayətimiz var, əvvəlin ərəbcəsini təbarrükən oxuyuram. Buyurur, لَوْ يَعْلَمُ النَّاسِ مَا فِي فَضْلِ مَعْرِفَةِ اللّٰهِ Əgər insanlar bilsəydilər Allah'a mərifət, Allah'ı tanımaq, fəzilətin, üstünlüyün, qiymətin, gözlərini çəkərlər dünyanın zəri ziyvətindən, dünyanın neymətlərindən. Hətta onların dünyaları öz yanlarında, ayaqlarının altındakindən də qiymətsiz olardı. Bu qədər. Yəni, biz indi əqaid elmini niyə öyrənirik? Səbəb budur ki, əsas mühüm səbəblərdən budur ki, insanların əməl və rəftarları öz əqidələrindən əmələ gəlir. Öz bəslədiyi əqidənin məhsuludur. Bəzi vaxtlar insan əvvəldən axıra səhv bir şey əqidə bəslədir. Bəzi vaxtlar müvəqqəti zaman çərçivəsində həyatında səhv bir şeylərə əqidə bəslədir və ona görə səhv bir şeylərə addımlar atır. İşim yoxdur, bir haşiyə kimi bu sözü deyirəm burada, çünki yeridir əslində bəhsin. Amma bir nümunə kimi, bir misal kimi ki, biz inşallah sabit eləyəcək məsumların ismətin, orada sual budur, niyə Allah bu 14 məsumu bizə nümunə göstərir? Cavab rahat. Cavab budur ki, çünki bu insanlar əməl və rəftarlarında nöqsan olmayıb. Niyə? Çünki əqidələrində bunların bir anda nöqsan olmayıb. Onun gibi bir anda əməllərində bunların nöqsan tapa bilməzsən. Və bizi də Allah Teala sövq elətirib bunlara baxaq, özümüzün də əqidəmizi saf düzəldik. Saf ki düzəldik, onun məhsulu da saf olacaq. Əməl və rəftarımız. Birinci bəhsimiz din nədir? Və dinin mənaları ilə tanışır. Dinin bir lüğətdə mənaları var. İtaət mənası, təslim olmaq mənası, əvəz. Quran-ı Kərimdə də bu mənalara işarə olub. Məsələn, Quran-ı Kərim Fatih surəsi 4-də, Səffa surəsi 53-də, Vaqia surəsi 87-də din əvəz, yəni yaxşı əməl elədin, onun müqabilindəki əvəzini alacaqsan, yaxşı şey. Əgər günah elədin, pis əməl elədin, onun müqabilində cəza, pis bir şey alacaqsan. Tövbə surəsi 33-cü ayədə qanun mənasına gəlir. Yunus surəsi 22 və Tövbə surəsi 6-cı ayələrdə itaət mənasına gəlir. Lüğəti məna elədir, dəqiq bizim üçün mühüm bir məsələ təşkil eləmir. Amma din üçün təriflər deyirlər, termin olaraq, istilah olaraq təriflər deyirlər. Üç tür tərif deyilir. Bir ümumi tərif deyilir, bir xüsusi tərif deyilir, bir də daha xüsusi. Ümumi tərif nədir? Din üçün deyilir. Din, bu cür tərif ediblər, hər bir insanın etiqad və əxlaq qanunları məcmuəsi. Etiqad
və əxlaq qanunlar məcmuəsi. Yəni bir dənə insan həyatdan nəyə etiqad eləsin, necə rəftar və əməl eləsin. Bu proqramı verən hər bir şey dindir. Bu tərifə görə ateizm də din sayılır, humanizm də din sayılır. İkinci tərif xüsusidir. Yox, Allah müqəddəslik və onun ətrafı. Yəni burada mərkəz Allah və müqəddəslik. Hər ideologiyada bu iki dənə anlam varsa o dindir. Ateizm, humanizm buradan çıxır. Ən xüsusi tərif nədir? Daha bundan da xüsusi olan tərif nədir? Vəhyə və əqlə əsaslanan din. Bunu sonra inşallah biz sabit edəcəyik bu dərslərlə. Fəqət və fəqət İslamdır. O da işim yox. İndi yaxşı bir dənə din ki biz istəyirik. Baxaq, ətrafımızda bu qədər dinlər var, istəyir ümumi, istəyir xüsusi mənasında olan bu dinlər, tərif ediblər bu dinlərə. Bunlar içində ən düzgünü hansıdır? Bir tərəzi olmalıdır, bir ölçü vahidi olmalıdır ki, onu ilə bizi ölçək. Deyir, yaxşı, ölçü vahidlərini deyirəm, dinləri qoy, ölç, gör, hansı düz gəlir, odur. Birinci və ən mühüm məsələ din əqli əsaslara, köklərə əsaslanmalıdır. Və dəlil üzərindən olmalıdır. Əsəl din heç vaxt ziddə əql olanmaz. Bildin ki, ziddə əql oldu, əqlə ziddə oldu, o din deyil əslində. Din cildinə girən bir ideologiyadır. Düzdür, mümkündür. Din ziddə əql olmaya bilər, fövqə əql ola bilər. Buna biz aradan təyin edik ki, bu ziddə əqldir, fövqə əqldir. Fövqə əql yəni əqldən üstün, əqlin üzərindədir. Əql hələ dərk eləmir onu. Fövqə əql mərhələsi ziddə əql mərhələsindən sonra gəlir. Əgər əqldəki bu qanunlar ki var bizdə, dinin qanunları ona zidd olmadı, bir dənə dəlil gəlmədi ki, bu ağla filan qanunun ziddi, bu sübut olunmadısa, demək ziddə əqldir. Ziddə əqldirsə, ondan sonraki mərhələ gəlir, fövqə əql. Bu qanunun ağla zidd olmadı, dəlil yoxdur. Dəlil yoxdursa, onda bu fövqə əql dərk eləmir hələ, mümkündür sonralar dərk eləyəcək. Buna həmişə misal çəkirik bizlər. Məsələn, keçmiş zamanda ateistlər ələ salardılar cəmaatı, dindar insanları ki, siz ki, deyirsiniz, Allah mələkləri göndərir, sizin namə əmalunuzu yazır. Nə qədər göründü şey yığılacaq orada. Qovluq. Amma qiyamət məsələsini çadadı, namə əmal ki, sağ əlbə verdik, ya sol əlbə. O qədər şey necə daşıyıcısa, belə gün bir şeydir. O zaman insanlar dərk edə bilmirdilər. Cavabda da acizlik çəkirdilər. O biri tərəfdə dəlil getirmirdi ki, ziddə əqildir. Çünki əslən yazılmanın mahiyyətini din açıqlamamışdı ki, siz deyəsiniz, indiki sizin zamanı kağız, qələm, yaxud dəri üstündə işarələrlə çəkmək, laf qədim zamanda uçur. Yox. Amma indiki zamanın insanları, cavabı, bu boyda yaddaş kartı, maşallah, nə qədər istəyirsə, neçə illərin məlumatını yığa bilərsin onlara. Və yaxud,
Məsələn, qələmin üzərində balaca bir nöqtə ekrandır. Hara sən çəkirsən onu, məlumat ötür. Keçmiş zamanda ələ sarırdılar Quran ayəsini. Əl danışacaq. Bu əl danışacaq, ayaq danışacaq, dil danışacaq qiyamətdə. Ələ salırdılar. Bunların bir ağızları, zadları qoyub danışsınlar. Necə danışa bilərlər? Amma indi özləri susublar da bu işgalları eləmirlər. Bu şübhələri atmırlar. Niyə? Çünki görürlər ki, balaca flaşkat danışır. Cansız bir şey danışır. Bunlar hələ canlıdırlar. Bundan danışmağı elə də qeyri-mümkün bir şey deyil. Hələ indi dünyada, hələ o bir dünyanın ölçü vahidləri başqa bir türdür. O da işim yox. Yəni bir şey əgər əqlə zidddirsə və əqildə sonra bunu yenə dərk edə bilmirsə, bu artıq fövq əql mərhələsindədir. Gələcəkdə bunu deyirlər. O da suallar ki, verirlər, bir də görsən bizə indi filan şey dində var, bunun fəlsəfəsi nədir, hikməti nədir, səbəbi nədir? Cavab verirsə o zaman ki, bilmirik. Məsumlar deyirlər, əlimizə gəlib çatmıyor. Allah o düşmənlərə lənət eləsin. Hara çatıblar tarix boyu, baxsın tarix kitablarına, Şiənin Əhl-i Beytdən gələn rivayətləri yandırıb məhv etməyə çalışırlar. Tarix boyu, baxın. Necə azad. Bizə gəlib çatmıyor, deyə bilmir. Vəlli məsum bilir, məsum deyildir. İnşallah gələcək, zuhur edəcək, deyəcək bizim üçün açıqlardır. Amma əql indi dərk eləmirsə, bu deməkdir ki, bu ziddə əqldir. Ziddə əql olsa gərək əql dəlil surətində desin ki, bu əqli qaydəyə ziddir. Onu sabit edilmirsə, bu fövq əql mərhələsinə keçir. Yəni, birinci mərhələdə budur ki, din ziddə əql olsa, o dindir, həqiqi dindir o. İkinci əlamət təhrif olunmamaq. Din ki, təhrif olundu, dinə ki, insan istəkləri daxil. Din necə təhrif olur? İnsanların istəkləri dinə daxil olur. İlahi bir hökm kimi insanlar aşırılır. Təhrifin mənası budur da. Yəni, insan öz fikrini, eynən o əvvəldə dediyimiz kimidir, Əbu Süfyan öz sözünü deyə bilmirdi, Allah düzəltdi, onun sözünü, öz sözünü dedi, Allah'la dedi. Burada da bəzi şəxslər dinin adı ilə öz şəxsi fikirlərini dinə salıb, həqiqi dinə salmaq. Bu da ki, göz qabağındadır, Yahudiyyət, Məsihiyyət, bunlara adam baxsa, görər. Peyğəmbərləri görürsən ki, hesabından məsum bilmirlər. Müqəddəs bilirlər, məsum bilmirlər. Həzrəti Davuda atılan o iftiraya müqəddəs kitablarda bax. Adam təəccüb edir ki, bu Allahın Peyğəmbəridir. Allahın nümayəndəsi bu hoqqadan çıxır. Onun ətrafında o hoqqadan çıxmayan o qədər yaxşı insanlar vardır. Niyə onu seçdi? Peyğəmbər bunlardan seçmədi. Və o kitablardan baxanda elə bir ancaq tarix kitabı oxuyursan. Adamı boş məlumat verir. Hidayət edici bir məlumatdır. Yol göstərən məlumatdır. İnsanın gələcək həyatına məna verəcək bir kitabdır. Keçmişdən xəbər verən bir kitabdır. Və ya bəzi hökmlər görürsən ki, indiki əqlə ziddir. 3-1-dir, 1-3-dir. İman, elmi qoy qırağa, iman, əqli qoy qırağa, istidlal lazımdır, iman, məhəbbət, eşq. Məlum ki, bu dinlər, onlar mən dindir, təəssüflər olsun. Bəzən bizim məzhəbimizin dində də bu şeyləri icra edirlər.
Bəzi əllər, düşmən əlləri, bəzi mümkün saf insanların saflığından istifadə edirlər bu məsələlərə. Məsələn, eşq ayrı bir şeydir, iman ayrı bir şeydir. Xeyr, iman elə eşqin özüdür, eşq imanın özüdür. Başqa bir şey deyil. Bunun bəhsini sonra gələcəkdə oxuyacaq. Ay, mən nə bilim, bu ayrı, əqidə ayrı bir şeydir, irfan ayrı bir şeydir. Elə bir şeydir. İrfan həmin əqidənin özüdür, əqidə həmin irfanın özüdür. Başqa bir şey deyil. Ay, mən nə bilim, nə, bu cürdə doludur. Və burada həmişə də bir şey deyim, bugün məmləkətimizdə olan əxbarilik adı ilə, amma əxbarilikdən yerlə göy arasında fərqləri olanlar, Azərbaycanımızda sizlə bu şeylərlə dinin təhrifinə çalışsınlar. Göz qabağındadır, onların qoyduqları məsələ. Onların çoxsu sosial şəbəkələrdə meydan oxuyublar, məsələn, bəhsizə də. Biraz söhbət edirsən, gözümün adam ki, hədisdən dəm vurur, mən onların içində ikisinin bir balaca ərəbcə xəbərdar olduğu, Allah sadəyə ərəb dilindən məlumat olmasını görmüşəm. Gedəqələsə, ərəb dili bilmir, ya Allah, maşallah, nələr yazırlar. Baxıcı, göz məlumatıdır, ondan ötürdük, o da güya öz məlumatı adı ilə çıxış edirlər. Bunların işi budur ki, gözümüz aydın olsun, açıq olsun hər şeydə. Yəni, təhrifə gedən hər bir şeyi seçə bilək. Din təhrif olunmamalıdır. Şəxsi istəklər din adına aşılanmamalıdır. Üçüncü əlaməti budur ki, ümumilik təşkil eləməlidir. İnsanın fərdi və ictimai həyatına hamısını təşkil eləməlidir. Din, insanın bütün ehtiyaclarına cavab verməlidir. Yəni. Bütün ehtiyaclarda. Əgər müəyyən ehtiyacına cavab vermirsə, oldu ki, din deyil. Din desin ki, gel burada özün nə istəyirsən elə, burada mən nə bilim, bizim burada haqqımız yoxdur, burada sizi azad bırakmışıq, o din olmadı ki. Əgər təkcə bu İslam dini barəsindəki heç adamın xəyalından keçməsin. Bircə ayaq yoluna girib çıxmağın 37 dənə hükmü varsa, vacib, haram, müstəhəm, məkruh ünvanları ilə, əksəriyyətdə müstəhəm, məkruh. Bir dənə o şey üçün, qiymətsiz bir şey üçün o da hükmü varsa, yəni din harada insanı belə öz başına bıraxa bilər. İslamda bu şey heç düşünə bilmir. Düşünülmür. Ondan sonraki mərhələlərdə o da budur ki, dinin həqiqi din olmasının əlamətlərindən biri də budur. İnsana ümid versin. Din ki, insanı sındırsın, məhv eləsin. İnsana ümid verən din olsun. Yalancı ümid verən din də yox, həqiqi ümid verən. Məsələn, Məsihiyyətə girir bu kisəyə, mən filan günah elədim, filan günahı, papası da, o keşiş dənlə süd içilir, üstünə bir iki dənə də xaç vurdu, filan. Üzünə sənə mən ata bağışladım, müqəddəs ata get. Çıxır bu arada, ata məni bağışlayıb, çıxır gedir, o bir kisəyəcən 80 dənə günahdan keçir. Gəlir o birisine, deyir, ya Allah, Cənab müqəddəs ata, mən günah elədim. O da yenə də günahlarını dinləyir, ya Allah, bir dənə süt elədi üstünə, bir dənə xaçını vurdu, ya Allah, get. Bu ümiddir. Ümid vermək budur. Ümid nədir? Ümid verməyin həqiqəti. İnsan inkişafa doğru geçsin. Mən bu kilsədən çıxıram, bu kilsə gəncə həmin insan oluram. Bu ümid vermək deyir ki. Və ilə axır. Beşinci, insanların əgər səhv yol gediblərsə, onların qayıdışına imkan yaratmaq. Yəni, tövbə.
səhv gedəni bu indiki məlun cinayətkar qruplar ki var, baş kəsmək, nə? Tövbə edirsə, tövbənin şərtləri var. İcra edirsin. Bəli, cəza qanunları var İslamda, keçəcək inşallah əhkəm bəzən. Bəli, o da şəraiti var. Bu şəraiti olmayanı zor güclə şəraiti icra eləmək bu din deyil. Bu qədər elə biləm kifayət edər. Bu günləri bizdə bəhsimizdə bu elmin tərifi ilə tanış olduq, mövzusu ilə, hədəf və faydası ilə, dinin lüğətdəki mənası, dinin termin və istilah olaraq tərifləri, həqiqi dinin nişanələri. Burada bir iki dənə də söz mümkün işlədim ortada. Humanizm. Humanizm bizdə təriflənən bir sözdür. Amma əslində elə deyək ki, dinsizlik kimi bir şeydir. Ateizmdən humanizmin fərqi budur. Ateist deyir, Allah yoxdur. Bu humanizmdir, Allah olur olsun. Allah qoyur kənara. İnsan öz şəxsi fikirləri ilə, arzuları ilə həyatını yaşamasın. Yəni, Allah qoyur qırağa. Yəni, Allah var olsun. Bu da humanizm. Amma bizdə humanizm başqa bir şeylərlə vətənpərvərlik adı ilə, hətta o qədər cahillik edib, humanizm və vətənpərvərlik bir anlamaya gəlib artıq. Ayrı-ayrı bir şeylərdir. Biz müsəlman xalqıyıq, müsəlman milləti bu şeylərdə diqqət edir. Qad elə biləm kifayət edər. Elhamdülillahi Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beyt və tahir.